Herkese salam uşaqlar. Bugün Azərbaycan dili dərsli ikinci hissə işləyəcəyik. Onda videomuza keçək. Çox vaxt monitoringimiz olduğu üçün məktəbdə video ata bilmirdim. Sabah da bizim monitoringimiz var. Təkrar edirdim. Bugün amma sizi videosu buraxmaq istəmədim. Və sizə video atacağım. Test səhifələri keçim. Keçib gəldim. Düşündüm ki, belə PDF-dən bizə daha rahat olacaq. Ona görə belə artıq PDF-dən işləyəcəyik. Başlayaq. Buradan gələm. Marafon sözünün mənşəyi haqqında nə bilirsiniz? Bunu yaza bilərik ki, marafon yəni müəyyən məqsədlə qaçış üzrə bir atletika yarışıdır. Marafon yarışına hansı məsafəyə qaçırlar? Marafon yarışında bizə verilən məsafədə, yəni göstərilən məsafəyə qaçırlar. Məsələn, deyirlər ki, 42 kilometr məsafəyə qaçmalısan. O qədər qaçırlar. Bunu keçək. İndi mən mətn oxumuşam. Yəni mən düşünürəm ki, bir də B oxumağımıza ehtiyac yoxdur. Siz də oxuyasınız. B tapşırığına keçdik. Kontekstdən çıxış edərək stereotipi qırmaq ifadəsini izah edin. Adət halını almış hərəkətlərin hərəkətləri artıq eləməməyimiz. Çox səliqəsiz yazdım. Amma hələ təzə alışıram. Mən sizin üçün mütəfid oxuyuram. Adət halını almış hərəkətlərin eləməməyimiz. Artıq eləməməyimiz. Mən belə oxuyamadım hətta. Bu yazını siləcəm çünki çox səliqəsiz oldu. O birisini daha səliqəli yazmağa çalışacağım. Telepatiya sözünü xatırlayın. Onun mənasını izah edin. Aşağıdakı məlumatlardan çıxış edərək antipatiya və simpatiya sözlərini izah edin. Anti Yunan dilində qarşı əks, patiya Yunan dilində duyğu, məhəbbət, simpatiya və antipatiya əks mənalı sözlərdir. Yəni antipatiya belə deyək ki, simpatiya ikisi də əks mənalıdırsa, simpatiya yazıb gəldim ki, rahat olsun. Bu tapşırığa deməli bu tapşırığa aiddir. Antipatiya nifrət, simpatiya sevgi. Bunu da silək. Aşağıdakı sözlərin mənasından çıxış edərək ultramarafon terminini izah edin. Siz ultramarafon qaçışında məsafə 42 kilometrdən çoxdur, yoxsa az? Ultramikroskopik, həddən artıq kiçik, gözlə görünməyən, ultramüasir, ifrat dərəcədə müasir. Yəni bunu belə yaza bilərik ki, bunu yazaq ki, həddən artıq çox marafon. Aşağıdakı cümlədə marafon sözü məcazi mənada işlənmişdir. Rəqs marafonu səhərdən axşama qədər davam etdi. Marafon sözünün başqa cümlədə məcazi mənada işlədin. Belə
bunu yaza bilərik ki, dostumla rəsm marafonu keçirdik. Bəli uşaqlar, bunu belə yaza bilərik. Dostumla rəsm marafonu keçirdik. Doğru yoxsa yanlış? İlk müasir Olimpiya oyunları Afinada keçirilib. IKEA-nı indi oxumayaq. IKEA başqa dərsin tapşırıqdır. Bəli uşaqlar, bu qədərləri idi. Yəni biraz alışma mühitində olduğum üçün, yəni bununla ilk dəfə belə işləyirəm, yazıram. Onda bay bay. Gələn dəfə görüşərik. Belə sərilərin davamı üçün videoya like atıb, abunə olub, yorum yazmağı unutmayın. Bay bay.